Selamun Aleyküm və Rahmetullah Şeyh. Aleyküm salam. Şeyh, qardaşlar soruşur ki, bəzən başqa məzhəbdən olan insanlar onları iftara dəvət edir və onların da namaz vaxtlarında biraz fərq olur. Neynəsin? Onları gözləsin, yoxsa həqiqi öz vaxtı ilə geçsin? Elhamdülillah. Əgər tutaq ki, başqa məzhəbdə olanlar dəvət ediblər, iftar bu da gedib məsələn. İnşallah mənə elə gəlir ki, onlar lap belə o fanatlarından deyil. Çünki fanatların, bidət əhlinin məclislərinə getmək olmaz. Amma əgər məsələn sıravıdırsa, adidirsə, yəni radikal deyilsə, tanışdır, qohumdur və ya qonşudur və ya iş yoldaşıdır, ehtiyac var getməyə, ged otur. Amma qaldı ki, fərq böyük olsa fərq. Məsələn, 15 dəqiqə, 20 dəqiqə açıq ilə, yüngül açıq ilə gözlə, amma onlarla yey. Dahil olmasın, açan kimi başda, bozbaşdan yeməyə. Onlar da oturub iftarı gözləyir. Hələ olmasın. Yəni, aç sadəcə sudan, sakit heç bilinməyən həddə. Yəni, hər halda hörmət saxlamaq lazımdır. Qaldı ki, sonra onlarla yeyərsən. Aydındır. Yox, əgər fərq azdırsa, 3 dəqiqə, 5 dəqiqə, eyb-ətbəc gözlə. Yaxşı, ümumi vəziyyəti nəzərə almağa görə. Aydındır bu ki, bu qədər. Allah razı olsun.